Selamlar değerli izləyicilər. Bir daha bu canlı yayın vasitəsilə sizləri xoş gördük. Ümidimiz var ki, bugünkü canlı yayınımızda sizinlə daha faydalı bilgilər paylaşa bilək. Bildiyiniz kimi bu günlər Azərbaycan Milli Hökumətinin 74-cü il dönümüdür. 74 il öncə Güney Azərbaycanda, Təbriz mərkəzində bir Azərbaycan Milli Hökuməti qurulur və bir ildən sonra, yəni ömrünü bir il çəkir, bir il uzunluğu içərisində bu hökumətin təbiətən tarix içərisində Azərbaycanlıların o nöqtəyə gəlməsi, hökuməti qurması və bu hökumətin bir il ömür sürməsi haqqında və nə etmiş, nələr bizə miras buraxmış və bu günümüzdə nə etkisi var, nə rolu var, nələr təcrübə istifadə edə bilərik o hökumətin haqqında çalışacaq ki, söhbətimiz olsun. Daha öncəki proqramımızda, keçən həftəki proqramımızda bu haqda bu hökumətin quruluşun, tarixin sürəci içərisində və bu günümüzə gəldiyimizdə söhbət etdik və nələr təcrübə etdiyimizdən. Təbiətən bugünkü qonağımızda Sayın Həbib Cəlil Maquy bəylə çalışacaq ki, firqənin Azərbaycan Milli Hökumətinin yıxılma faktorlarının, ondan sonra Azərbaycan aydın fikirlərin, elit insanlarının nə oldu, nələr başlarına gəldi, o haqda söhbətimiz olsun. İlk öncə sizdən Sayın Həbib bəy Cəlil Maquy, sizi xoş gördük. Təşəkkür edirəm əziz Səid bəy, minnətdaram məni dəvət eləmişsiniz bizim bu əziz tarixi gündə və eləcə də salam ərz edirəm bütün dinləyicilərinizə və bütün tamaşaçılarınıza. Sağ olasınız. Buyurun. Bərabər Azərbaycan Milli Marşını dinləyək ilk öncə Həbib bəy. Səid bəy, mən marşın səsini eşidə bilmirəm. Yox, sorun deyil.
Bu marşı dinlədiyimizdə, bu marşda gedən sözlər demək olar ki, Azərbaycanın bugünkü durumunla anlatır və o gündən bu günümüzdə milli kimliyimiz, milli varlığımız və milli mübarizəmizin davamının göstərgəsidir. Sayın Həbib bəy, sizdən eşidək. Birinci sual olaraq, Azərbaycan Milli Hökuməti hansı tarixi sürəc içərisində quruldu? Təbiətən bu haqda çox yazılar var, çox söhbətlər, danışıqlar olub ki, Azərbaycan Milli Hökumətin quruluşuna gəldiyimiz nöqtə və indi bunu sizdən eşitməliyik ki, quruluşunun da hansı rollar oynadı Azərbaycan Milli Hökuməti? Buyurun. Şübhəsiz bu milli hökumət hər şeydə olduğu kimi birdən-birə yaranmadı. Yəni zahirdə elə görsənir və bizim düşmənlərimiz də belə təbliğ edir ki, güya Moskvadan Stalin bir fərman verdi və bununla da milli hökumət yarandı və bu işlərə nail ola bildi, bu müvəffəqiyyətlərə nail ola bildi. Ancaq biz bilirik ki, belə deyil. Yəni milli hökuməti yaradanlar vahid bir ideolojidən gəlməmişdilər və eyni düşüncəli insanlar sayılmırdılar. Bu çox yerdə buna toxunulubdu və düzgün toxunulubdu. Bunu təbii olaraq məşrutə inqilabının və eləcə də xiyabanə hərəkatının və Azərbaycan millətinin keçmişdə olan, yəni ondan öncə olan fəaliyyətin davamı kimi buna baxılmalıdır. Və eləcə də bu bir sıra təcrübələr əsasında yaranmışdır. Yəni bu milli hökuməti yaradanlar bəlkəm də heç əvvəlcədən, yəni 10 illər qabaq ya illər qabaq hətta belə bir fikrə düşməmişdilər. Ancaq bunlar Tehran rejimi ilə bir sıra mühüm təcrübələr əldə etdikdən sonra bu qərara gəldilər ki, bu hökuməti yaratsınlar. Bu rabitədə belə bir söhbət var, yəni farsların içərisində və ümumiyyətlə farslar demək düz deyil, farsçıların içərisində belə bir söhbət vardı ki, güya Pişəvəri yalan danışıb və aldadıbdı. Çünki Pişəvəri uzun illər Ajir qazetini buraxdıqda o qazetin baş logosunda yazılmış ki, Azərbaycan cüzv-i layənfək İran, Azərbaycan İranın bölünməz hissəsidir. Ancaq iş başına gələndən sonra göründü ki, yalan deyir. Məncə bu heç də yalan demirdi. Bunda, yəni nə Pişəvəridə, nə başqalarında belə bir düşüncə yox idi ki, Azərbaycanı İrandan ayırsınlar və özünə indi ya bir federal, ya xodmuxtar, ya müstəqil bir dövlətə çevirsinlər. Bunlar bir sıra təcrübələr, mühüm təcrübələr acı təcrübələr əldə etdikdən sonra və xüsusilə bu məşrutə inqilabının səmərələri vaxtı necə deyərlər, bada getdi İranda və Azərbaycanlılar baxdılar ki, əslində bu məşrutə inqilabının sahibləri kimi, yaradıcıları kimi olmuş olsa da, nəhayətdə bunlar zərər çəkən Azərbaycan milləti oldu. O əsasdaydı ki, əvvəldə firqə yarananda da belə bir fikir yox idi. Ancaq get-gedə bu Azərbaycan ziyalıları və milli hökumətin o rəhbərləri belə qərara gəldilər ki, daha yaxşı olar ki, Azərbaycan, necə deyirlər, öz əli, öz başı olsun. Çünki inanırdılar ki, Tehran, Fars şovinist rejimi heç zaman bunların haqqını verməyəcək və bu əsasdaydı və belə bir ortamdaydı ki, Azərbaycan milli hökuməti yarana bildi. Aydındır. Bunun demək olar ki, Azərbaycan milli hökumətinin yaranmasında və ondan sonra etdiyi bloklar, yəni tarixi rolu Azərbaycan, demək olar ki, Azərbaycanın müasir tarixində hansı rolu oynadı bu hökumətin yaranması? Bu
Çox mühüm sualdır. Zahirdə sadə gəlsə də ancaq bir önəmli bir sualdır və hər halda buna cavab, yəni bir mükəmməl cavab vermək də olmaz. Çünki bunun bu qədər xeyirləri olmuşdu Azərbaycana ki, bunları saymaqla qurtarmaq olmaz. Ancaq milli hökumətin yaranması bir dənə əsas rol ki oynamışdı bizim tariximizdə. Bunun əhəmiyyəti o qədərdir ki, mən inanıram ki, 1918-ci ildə Arazın o tayında yaranan Azərbaycan Cümhuriyyətindən sonra ən böyük hadisə tariximizdə bu milli hökumət olmuşdu. Bunun da dəyəri bunda olmuşdu ki, bu hökumətlə Azərbaycanlılar ki, o zamana kimi bir ustan sayılırdı, ya bir Azərbaycan, nə bilim, bir xalq sayılırdı, ya hər halda yavaş-yavaş millətlik məqamına çatmış olsa da, hələ bu dövlət millət məqamına çatmamışdı. Bu milli hökumətin yaranması ilə Azərbaycan milləti şimal hissədə olduğu kimi Cənubi Azərbaycanda da bizim necə deyirlər, Azərbaycanımızı millətlik məqamından millət dövlətlik məqamına çatdırdı və bilirik ki, o zaman, yəni 74 il bundan qabaq, bəlkə bu gün dünyada o millət dövlət sayılanların sayı çox-çox az idi. Yəni həm şimalda, həm cənubda Azərbaycan milləti o millət dövlət məqamına çatmaqda birinci o millətlərdən idi ki, bu necə deyirlər, səviyyəyə çatdı. Ondan sonra ən böyük əhəmiyyəti, məncə ikinci mühüm əhəmiyyəti bundaydı ki, mən inanıram ki, əgər ondan sonra, yəni milli hökumət yıxılandan sonra biz bilirik ki, 10 illərlə orada bir qaranlıq, diktatorluq, bir şahlıq sistemi yarandı və bunlar Azərbaycanlılara necə deyirlər, qan qusturdular. Bizim bir çoxlu Demokrat firqəsinin rəhbərlərini, fəallarını, hətta sadə üzvlərini vəhşicəsinə öldürdülər və ondan sonra bütün Azərbaycanlılara divan tutdular. Yəni heç nəyə icazə vermədilər. Ondan sonra nə bir qazet çıxırdı, nə jurnal çıxırdı, nə bir təşkilat yaranırdı. İnsanların, hətta uşaqların adı qadağan idi ki, məsələn, Azərbaycan adı qoymaq və bütün bu qaranlıq dövrədə biz bu bir il müddət ərzində milli hökumətin verdiyi bizim o necə deyirlər, səmərənin sayəsindədir ki, bu millətimizi diriltdi. Millət diriləndən sonra eləyə bildi ki, bu şahlıq sistemini yıxana kimi Azərbaycan milləti icazəsi olmasaydı da fəaliyyət eləsin, açıq-aşkar təşkilat qursun, partiya qursun, dərnək qursun, qazet, jurnal çıxartsın, ya nümayişə çıxsın. Ancaq bilirik ki, bu dövranda bizim bir çoxlu şəxsiyyətlərimiz var idi və yeraltı fəaliyyət edirdilər. O cümlədən mərhum Ustad Fərzanə, Səməd Behrənci, bir çoxlu bizim fəallarımız var idi ki, bunların yəni bir böyük əksəriyyəti bu milli hökumət dövründə yetişmiş insanlar idi və bunlar idi ki, Azərbaycan səsini necə deyirlər, uca saxladılar və icazə vermədilər şahın bu qaranlıq illəri ərzində Azərbaycan millətimiz aradan getsin. Buyurun. Siz söhbətlərinizdə milli hökumətin yıxılmasından söhbət etdiniz. Burada sualımız belə ola bilər. Milli hökumətin yıxılmasında hansı faktorlar rol oynadı? Yəni milli hökumətin bir il sonra hökuməti, təbiətən biz bilirik ki, burada Qabaqi Səltənənin çox böyük rolu var, nəqşi var. Ancaq burada xarici amillər sayanda hansı faktorlar bu hökumətin yıxılmasında çox güclü rollar vardı? Məncə bir dənə əsas amil var idi. Bir tək dənə əsas amil var idi. O biri amillər cəmbi sayılırlar mənim nəzərimdə. O da o beynəlxalq durumu idi. Yəni beynəlxalq o
meydanlarda belə qərara gəldi ki, bu hökumət yıxılsın, bu hökumət aradan geçsin. Yəni o yuxarıda olan o alış-veriş ki oldu Stalinlə Qərb arasında, bu məncə əsas amil idi. Başqa amillər də vardı, dostlar yazırlar. Ancaq mən onu necə deyirlər, o haqda qəzavət eləmək özümü o məqamda bilmirəm deyə məsələn bu səhv elədi, belə eləməsəydi elə olardı, elə eləməsəydi elə olardı. Şübhəsiz ki, səhvlər oldu. Yəni harda səhv olmayıb, burada da olmasın. Ancaq milli hökumət özünü qorumaq imkanı var idi. Mən təxminən 24 il bundan qabaq elə bu şəhərdə Doktor Cahan Şahlı bəylə bir müsahibə aparmışdım. Azərbaycan Milli Hökumətinin 50-ci il dönümü münasibətinə. Bilirik ki, o sonradan ayrılmışdı, şahçılarla fəaliyyət edirdi. Ancaq çox sədaqətlə etiraf edir ki, Azərbaycan millətinin böyük bir əksəriyyəti milli hökumətdən himayət edirdi. Yəni onun öz dediyi söz budur ki, dedi firqəmizdə üzv olmaq üçün o qədər insanlar gəlirdi, 10 minlərlə biz insanı qaytarırdıq. Çünki imkanımız yox idi hətta bunları orada adlarını səbt eləməyə. Bu insanların, necə deyirlər, insanlar bura bu hökumətlə həmkarlıq edirdilər, əməkdaşlıq edirdilər, bunu öz hökumətləri bilirdilər və milli hökumət də əsasda bu millətə dayanaraq müvəffəq ola bildi ki, bu böyük tarixi işləri görsün. O işlər ki, hətta bizim düşmənlərimiz də buna etiraf eləyibdi ki, milli hökumətin bu bir il ərzində gördüyü işləri Rıza Şah və Şah rejimi nə bilim 20-30 ilin ərzində bunun ondan birini görə bilmədi. Həman millət ki, bu Azərbaycanı o zaman abadlaşmağa çalışdı və bəzən biraz deyirlər, möcüzəyə yaxındır bu böyüklükdə işlər görmək. Ancaq möcüzə deyildi, bu millətə dayanırdı, millət bunun arxasındaydı. Millət də hazır idi əlinə silah alsın və öz milli dövlətindən himayət eləsin. Ancaq dediyim kimi beynəlxalq o arenada bu qərara gəldi ki, bu hökumət yıxılsın və pişəvərini məcbur elədilər ki, Azərbaycanı tərk eləsin. Başqa dəlillərə dediyim kimi mən toxunmaq istəmirəm, çünki o hətta o qədər mənim bilgim və savadım çatmır. Aydındır. Təbiətən bir hökumətin qurulmasında elit təbəqə, yəni aydın fikirlər çox rol oynayır. O millətin roşan fikri ya aydın fikri rol oynayır bu hökumətin qurulmasında. Bəlkə daha ondan öncə olunmuş, yəni onlarca il öncə aydın fikirlərin çalışmalar sonucu nəticəsini kullanaraq, siyasi təcrübələrini kullanaraq o hökumətin qurulmasına nail olurlar. Biz görürük ki, Güney Azərbaycan Milli Hökumətinin yıxılmasından sonra bu elit təbəqəyə nə olur? Yəni, sual burada belə gəlir. Burada bir çox böyük insanlar var. Bir çoxları təbiətən bildiyimiz kimi bir böyük şah rejiminin qətli amına düçar olurlar və olsun böyük şəhərlərimizdə, Zəncanda, Təbrizdə, Ərdəbildə, Mərada ya Ürmiyədə böyük qan gölləri axıdır zamanın rejimi. Bunların bir çoxu da köçür ya bir çoxu mühacirət edir. Bu elit təbəqənin başına nə on gəlir, nə olur bunlara? Baxmayaraq ki, burada aynı zamanda ondan kiçik miqyasda Hizbi Demokratik Kürdistan var ki, onlar bu günə gəldiyində Azərbaycan Demokrat firqəsindən bu gündən bəlkə bir ad qalır, amma qarşı tərəfə baxdığımızda çox kiçik miqyasda olursa, bu gün çox dəyişik bir yerləri və etkiləri var. Bu haqda nə amillər, nə faktorlar rol oynadılar? Bilirsiniz, Səhət bəy, bu haqda məncə çox geniş bir araşdırmalar lazımdır. Bu bizim bəlkəmdə bir dənə, yəni firqə hökuməti yıxılandan sonra ən böyük faciələrimizdən biri bu olmuşdu ki, bizim bütün bu illər ərzində, yəni məşrutə inqilabından o zamana kimi yetişmiş bizim
10 minlərlə bizim necə deyirlər, şəxsiyyətlər yetişmişdi, faallar, mübarizlər yetirmişdi və onlarla yüzlərlə bizim savadlı şəxsiyyətlərimiz yetişmişdi bu milli hökumətdən qabaq və eləcə də o dövrdə. Bunların talihi bir daha deyirəm ki, çox mühümdür. Yəni gözəl misal vurdunuz ki, yəni yaxşı müqayisə eləmək olar. Bir Kürdistan Demokrat Partiyası olub, Hizb-i Demokrati Kürdistan, bir də Azərbaycan Demokrat firqəsi olub. Bizim bu partiyamız Kürdlərin Demokrat Partiyasından bəlkə 10 qat, bəlkə də 100 qat güclü idi. Yəni bu bir necə deyirlər, haqlı sualdır ki, necə ola bildi ki, onlar eləyə bildilər, partiyalarını hifz eləsinlər və ondan sonra İran bu inqilabı ərəfəsində də mühüm rol oynasınlar. Firqə niyə bu günə qaldı? Valla bunu bir daha deyirəm ki, mən daha dəqiq bilmirəm, yəni başa düşə bilmirəm ki, neynədilər. Ancaq hər neynədilər, elə bir iş gördülər ki, bizim bu seçilmiş insanlarımız, ən faal dediyim kimi, ən savadlı insanlarımız, bunlar bu illər ərzində, yəni bu Sovetə, onlar ki, canlarını qurtarıb qaçmışdılar. Siz buyurduğunuz kimi bir böyük dəstəsi bunlar edam oldu, işgəncə altında öldü, ya xiyabanlarda, küçələrdə güllələndi. Ancaq bunlardan bir minlər, 10 minlər də Şimali Azərbaycana köçdülər. Şimali Azərbaycana köçdükdən sonra mən əlbəttə bunların bir çoxu ilə görüşdüm Bakıda o zaman, yəni 1991-də və ondan sonra görüşdüm. Bunları Hizb-i Tudeyi İran elə bir günə gətirdi, çıxartdı ki, bunlar heç zaman baş qaldıra bilmədilər. Yəni bizim yüzlər nəfər ən faal, ən savadlı qələm sahiblərimiz, təşkilatçılarımız və o inqilabilərimiz bir yerdə olduğu halda bunlar heç bir iş görə bilmədilər. Diqqət eləsəz görərsiniz ki, firqə bu illər ərzində bir təhcə gördüyü iş buydu ki, bir qazet çıxadırdı. O da bir varaq, yəni bilmirəm o dostlar bəlkə görüblər. Bir varaq, bir qazet çıxadırdı. O da ümumi söhbətlərdən gedirdi. Yəni bir yarısı gedirdi ki, komünizmi beynəlmiləli haqda, bir yarısı gedirdi o ümumi söhbətlərə, nə bilim, Babək belə oldu, Koroğlu belə oldu. Və biz çoxlu ədəbi izadlara, Füzuli filan, ancaq bunlar eləyə bilmədilər Kürdistan Demokrat Partiyası kimin özlərini toparlasınlar. Kürdlərin Demokrat Partiyası müvəffəq oldu ki, orada indi Moskovada Komünist Partiyasını razı salsınlar və bunların bir çoxlu kadrları o zaman Sovetlərdən Avropaya getsin və Avropada da fəaliyyət eləmək imkanları var idi. Bizimkilər Sovet İttifaqında qaldılar, Azərbaycanda qaldılar. Bunları Hizb-i Tudə dediyim kimi bura araşdırılmalıdır, necə eləyə bildi bu işi görsün. Təbiətən, söhbətlərimizin arasında təbiətən Azərbaycan Milli Hökumətini quran elit təbəqə demək olar ki, bugünkü Azərbaycan tarixinin qızıl səhifəsini vərəqləmiş. Yəni o insanların gördüyü iş böyük bir işdir ki, hələ Azərbaycan tarixində onun haqqında danışıb yazışmaq olar, söhbət eləmək olar. Yəni onların gördüyü işləri çox böyük tarixi işlərdir. Ancaq bunu sualı soruşmaqdan hədəf budur ki, nə oldu? Yəni bunu asib şinasi eləyəndə bunun başına nə on gəldi ki, biz görürük ki, ondan yəni 1324-dən 25-dən sonra İran inqilabı baş verir və orada Azərbaycan elitinin, Azərbaycan roşanfeşinin hansı pozisyona gəlməsi təbiətən Azərbaycan Milli Hökumətinin, Azərbaycan Demokrat Firqəsinin böyük etkisi ola bilərdi, rolu ola bilərdi. Söhbət bundan gedirdi. Buyurun. Mən dediyim kimi çox amillər var idi. Əsas amil Hizb-i Tudədə mən bunu görürəm. Yəni mən keçən epizodda belə bir danışığımız var idi. Orada da mən işarə elədim. Bilirsiniz, İran inqilabından sonra bir 70-80 nəfər, yəni Hizb-i Tudə ümumiyyətlə xaricdə idi.
inqilab olandan sonra 70-80 nəfər Hizb-i Tudədən getdilər İrana kadrlardan. Azından bir 50-60 nəfər də Demokrat firqəsindən İrana qayıtdılar. Azərbaycan Demokrat firqəsi. Azərbaycan Demokrat firqəsindən qayıtdılar İrana və ya bir serisi ki zindandaydı, zindanlardan çıxdılar eşiyə. Amma bu çox, necə deyirlər, heyrət edicidir. Hizb-i Tudənin bu 70-80 nəfəri bu 1 ildən, 2 ildən sonra böyüdü oldu, bəlkə də bir 700-800 min nəfərlik bir partiyaya çevrildi. Amma Azərbaycan Demokrat firqəsinin bu 50-60-70 nəfəri, bunlar nəhayətdə unuduldular. Heç belə bir sadə bir iş də görə bilmədilər. Yəni inqilabdan sonra bir çoxlu fəaliyyətlər gedirdi. Azərbaycan dilində bir çoxlu qəzetlər çıxırdı, jurnallar çıxırdı, təşkilatlar yaranırdı, yazıçılar təşkilatı, bilmirəm ki. Ancaq diqqət eləsək görərik, burada əslən Hizb-i Tudədən Azərbaycan Demokrat firqəsindən xəbər yoxdur. İndi bu sual haqlı sualdır ki, bu 70-80 nəfər necə eləyə bilmədilər? Yəni gəldikdən sonra 7-8 nəfər bunlardan qalmadı. Amma Hizb-i Tudə eləyə bildi, gedə o məqama çata. Halbuki eyni partiyadaydılar. Azərbaycan Demokrat firqəsinin o rəsmi adı belə gedirdi ki, Azərbaycan Demokrat firqəsi Hizb-i Tudəyə İranın Azərbaycan şaxəsi idi. Yəni eyni partiyaydı. Bu Azərbaycan şaxəsi idi. Hizb-i Tudə Azərbaycanın xaricində olanlar idi. Necə ola bildi ki, bunlar eləyə bilmədilər, hətta bir kiçik bir fəaliyyət eləsinlər. O zamanki meydan açıq idi, o zamanki fəaliyyət eləməyə imkan var idi, o zamanki insanlar, cavanlar toplanırdı, bir iş görürdü. Bunlar niyə bir iş görə bilmədilər? Bu çox-çox mühüm məsələdir və bu da o araşdırıcı məsələlərdəndir ki, biz bunu araşdırıb tapmalıyıq ki, gələcəkdə bir daha bizim başımıza gəlməsin. Demək istəyirəm ki, fəqət sənin yetərli qədər elitən olması o yetməz. Yəni, mühüm budur ki, bu elitəni, bu ziyalını bir yerdə mütəşəkkil eləyə bilməsən, bunlar bu fəaliyyətlər nəticə verməz və bunlar da aradan gedərlər. Necə ki bilirik, gördüyümüz kimi də bunlar baxmayaraq ki, bizim ən təmiz insanlar idi. Mən dediyim kimi, bunların bir böyük hissəsi ilə mən görüşdüm. Bunlar fəaliyyət eləmək istirdi, iş görmək istirdi Azərbaycan adına. Amma Hizb-i Tudə qeyri-mümkün eləmişdi və bunları Demokrat firqəsini bir dənə bir xasiyyət bir məhfilə çevirə bilmişdir. Aydındır. Burada Milli Hökumətin zamanında demək olar ki, Seyid Cəfər Pişəvəri hökumətin başqanı olaraq bir para yerlərdə, bir para yazılarda həm Moskovaya, həm də Birləşmiş Millətlərə müraciəti, yəni məktubundan söhbət gedir. Bu haqda yəni müstəqil olaraq nə başvuru, yəni bunun içində olan, məktubun içində olan muhtəvası, bu haqda nə bilgilər var? Baxınız ki, bu 2 dənə məktubdan söz gedir. Çox yerdə də bu məktubların mətni yayılıbdır. Amma mən özüm bu günə kimin və inanıram ki, heç kim bunun orijinal şəklini, kopyasını görməmişik, yəni buna görə. Ancaq mən bu sahədə bir şey demək istəyirəm. Bilirsiniz, bunlar indi tutaq ki, üzə çıxdı. Nə istəyirik bundan sübut eləyək, bu məktub yazmaqdan? Yəni, söhbət buradan gedir ki, Azərbaycan Demokrat firqəsi Pişəvəri İrandan ayrılmaq istirdi ya yox? Bunu istəyirik sübut eləyək. Yəni, bu məktub tapılsa da, sübut olacaq ki, bu istirdi, tapılmasa, amma o demək deyil ki, istəmirdi. Buna görə ki, Pişəvəri danışıqlarında yazdığı, Azərbaycan qəzetində yazdığı o məqalələrdə və Tehrana yazdığı müraciətlərdə açıq-aşkar elan edir ki, bu cür getsə qabağı biz İrandan ayrılıb özümüz müstəqil dövlətə çevirərik. Yəni bunu gizlətmir ki. İndi bu məktubları, əlbəttə mən çox-çox təəssüf elədim ki, bu kitabı ki, cənab doktor Cəmil Həsənli yazıbdı, bunun farsçasını niyə gətirib verib bizim bir dənə o ən qatı düşmənlərimizin əlinə o çap eləsin. Başa düşmədim bu Cəmil bəy Həsənlidən. Ancaq yenə deyirəm, yaxşı olardı, olar ki, bu iddiadadılar. Yaxşı olardı, əgər görüblərsə,
bunun bir fotokopisini, bunun bir şəklini, bir fotosunu çıxadardılar, görsədərlər. Ancaq görsətməsələr də yenə deyirəm, Çün pişəvəri açıq-aşkar elan edibdi ki, İrandan ayrılmaq istəyir. Bu məktublar əslində əhəmiyyətsizdir. Bunların çıxıb-çıxmamasılığı əhəmiyyətsizdir. Əhəmiyyətli olan budur ki, pişəvəri bu təcrübədən sonra bu qərara gəldi ki, bizim, yəni farsların heç biri bizim haqqımızı verməyəcək. Bilirsiniz, o dövran ki gəldi ha, o müsəddiqsat dövranı. Hətta bir seri Hizb-i Tudənin parlamenda olan nümayəndələri pişəvərinin əleyhinə, ona qarşı onlar orada səs verdilər. Pişəvəri gedə bilməsin parlamana. Yəni orada əslində demokrat firqənin və Azərbaycan millətinin fəqət düşməni, problemi orada olan o Tehran faşist rejimi deyildi və bunun zahirdə ən yaxın dostları şailən hətta Hizb-i Tudiyyə İran da buna qarşıydı və buna görə də firqə rəhbərləri və başda da böyük pişəvəri bu qərara gəldi ki, bizim, necə deyərlər, bizdə deyərlər, o suyumuz bir arxa axmayacaqdır. Bu Fars təşkilatları ilə, Fars hakimiyyəti ilə, Fars müxalifəti ilə, opozisyonu ilə və qərara gəldi ki, İrandan ayrılsın. Bu bir faktıdır, məncə burada şübhə eləmək olmaz. Aydındır. Təbiətən tarixdə biz bilirik ki, yəni, müsəddiq denilən şəxs o gündə baxmayaraq ki, pişəvəri ilə aynı kateqoriyada olurdu. Hazır olmazdı ki, pişəvərini müdafiə etmək üçün parlamenta bir notq versin, yəni bir çıxışı olsun. Bu günümüzə gəldiyimizdə baxırıq ki, yəni Azərbaycan Milli Hərəkətinin bu günə gəldiyi nöqtə bir tarixi sürət içərisində bir çox məntiqi və tarix sürəti içərisində təbii gəldiyi nöqtədir. Baxmayaraq ki, tarixdə bu yazılıb, səbt olunub ki, yəni pişəvəri Azərbaycanın demokratik yolu ilə rəyini haqqını da qazandıysa, Tehran ona təyidə vermədi ki, getsin parlamenda və Azərbaycanı təmsil eləsin. Bu gün müasir dönəmimizdə gəldiyimizdə 1995-də, 96-larda görürük ki, aynısını Azərbaycanda yenə yaşanır, doktor Çeliqanlı və baxmayaraq ki, yüzlər min rəy gətirilən, yenə Tehran hakimiyyəti bu dəfə dəyişik formətdə yenə Azərbaycana izin vermir ki, orada təmsilcisi olsun. Bu günümüzə gəldiyimizdə Azərbaycan Milli Hökumətinin bizə buraxdığı təcrübələr və bugünkü durumumuzda Azərbaycan Milli Hərəkətində nə bizim əlimizdə var? Hansı faktorlar, meyarlar bizi bu təcrübələrdən elə bilər istifadə edək? Məncə ən böyük təcrübə o təcrübədir ki, böyük pişəvəri elədi. Yəni, mən bir daha təkrar edirəm. Bu, buraxdığı Ajir qazetinin o başlığında yazırdı ki, Azərbaycan uzvi layənfəki İran. Bunu yalan demirdi. Ancaq bunların bu düşmənçəliyi, yəni Tehranın bu düşmənçəliyi nəticəsində bu gəldi, o yerə çatdı ki, dedi Azərbaycan İrandan ayrıla bilər və ayrılmalıdır hətta bir mənada. Bunu nəzərdə almalıyıq, birinci. Yəni, əldə edən təcrübəmiz budur ki, heç kimə güvənməməliyik. Yəni, bugün o gündən vəziyyət daha pis idi. Yəni, düzdür, müsəddiq durub o zaman düzdür ki, pişəvəriyə qarşı rəy vermədi. Amma durub ondan müdafiə də eləmədi. Ancaq ağır faciə bu idi ki, Hizb-i Tudiyyə İran, dediyimiz kimin Azərbaycan Demokrat Firqəsi şaxi Azərbaycan Hizb-i Tudiyyə İrandır. Hizb-i Tudiyyə İran, Farsın Hizb-i Tudiyyə İranı, hətta Azərbaycanın Hizb-i Tudiyyə İranı ki, pişəvəri olardı, ona səs vermədi və onu, yəni səs vermədi ki, buna səs lazım deyildi. Pişəvəri ikinci şəxs idi, Təbrizdən seçilmişdi. Millət bunu seçmişdi. Azərbaycan əgər özü qərar verir ki, kimi parlamana göndərsin, qərarını vermişdi. Demokratik bir seçki ərəfəsində pişəvərini seçmişdi. Ancaq dediyim kimi, orada təhcə Fars rejimi yox, Fars şovinistləri yox,
şahlıq rejimi yox, bəlkə hətta Hizb-i Tuhriyə İran da buna qarşı çıxdı və indi də elə o cürdür. İndi də bəzən deyirlər çıxıb, İrandan ayrılmaq istəyirsiniz ya İranda qalmaq istəyirsiniz. Mənim sözüm budur ki, biz niyə İrandan ayrılmalıyıq? Biz ki, indi azından 500 il, biz 500 minlər nəfər biz indi şəhid vermişik, qan vermişik, müharibələr aparmışıq, bu İranı becətmişik, bu yerə gətirmişik. Niyə buradan biz ayrılmalıyıq? Ancaq real baxdıqda görünür ki, biz bu Tehran rejimində bizim hətta bir nəfər də dostumuz yoxdur. Pişəvərinin bir neçə nəfər var idi. Pişəvəri dövründə bir sıra demokratlar var idi ki, bunu qəbul edirlər. Amma indi heç kim yoxdur. Ona görə də o əldə olan təcrübə budur ki, özümüzə güvənməliyik, öz təşkilatımızı yaratmalıyıq, öz milli görüşümüzü yaratmalıyıq, öz teorimizi yaratmalıyıq və hər nədən də qabaq, necə deyirlər, vahid bir ortam yaratmalıyıq. Azərbaycan məhvərli bir dənə bir ideoloji yaratmalıyıq və hamı bu ideolojinin xidmətində olmalıdır. Ancaq mən bir daha deyirəm, bizim faciəmiz bunda olubdur ki, bizim geçmişdə elitimizi, savadlılarımızı, rəhbərlərimizi qırıblar, öldürüblər, ya qaçaq salıblar və o zaman ki, bir dənə indi inqilablar olub, biz bunlardan məhrum qalmışıq bu günə kimi. Və xülasə budur ki, heç kimə inanmadan, yəni Farsın heç bir təşkilatına güvənmədən bunların hamısı istisnasız imtahan veriblər. Bunlar bizim haqqımızı verməmişlər bu günə kimin və vermək fikrində də deyirlər. Çünki deyirlər, bəs bizdə, necə deyirlər, bizdə bir məsəl var, deyirlər, qonşu ümidinə qalan gecə şamsız yatar. Biz öz təşkilatlarımızı gücləndirməliyik, yaratmalıyıq və Azərbaycan məhvərli fəaliyyət aparmalıyıq, mütləq istiqlal tələb olmamalıyıq. Bu sabahın şəraitindən asılıdır. Mən mənfəətlərimə baxacağam. Əgər mənim xeyrim istiqlalda olsa, mən istiqlal dalıca getməliyəm. Getməsəm xəyanət eləmişəm. Lazım olsa federal sistemi olmalıdır. Bunu mən bugün istəmirəm təyin eləyəm. Yəni bugündən sabaha demək olmaz. Ancaq istiqlal bizim nəhai məqsədimiz, nəhai hədəfimizdir və ən son amacımızdır. Və buna çatana kimi bizim fəaliyyətlərimiz davam eləməlidir. Aydındır. Təbiətən bu günlər gördük ki, həm bir Azərbaycan Milli Hökumətinin il dönümüdür, həm də təbiətən həm bölgədə, İranda olaylar çox sürətlə gedir və İran hakimiyyəti, Tehran mərkəzi çox bir zəif bir nöqtədə durub, nöqtəyə gəlib. Qarşı tərəfdə də baxdığımızda çox çalışırlar ki, Fars opozisyonunu özlərinə müxatəb alsınlar, özlərini bir paralel bir rəqib kimi görsünlər. Ancaq burada Azərbaycan etkisini və başqa millətlərin etkisini demək olar ki, haradaysa görməməzlikdən gəlirlər. Aynı zamanda gördüyümüzdə Milli Hökumətin il dönümünə gəldiyimizdə görürük ki, bu Fars opozisyonuna aid olan siyasi insanlar ya təşkilatlar olsunlar, bu günü həm bu qanlı günümüzü, yəni bu qanlı bayram demək olar ki, bizə yaşadan minlərcə insanımızı qətlam edən Azərbaycanın qurtuluş, yəni nicat günü adlandırırlar və bu haqda çoxlar demək olar ki, sosial mediada həm çıxışlar olur, həm yazılar olur. Söhbətlərinizdə güvəndən, yəni etimaddan söhbət getdi. Bu gün İranda olan siyasi durumu necə dəyərləndirmək olar? Yəni bizdə bir yaşanmış, bir real, bir Güney Azərbaycan Milli Hökuməti qurulub, zamanında gəlib və bu gün görürük ki, mən şəxsən baxdığımda görürəm ki, bu gün Fars eliti, Fars roşanfəkri o gündən daha dağlıdadır. Bunun siyasi durumu necə dəyərləndirmək olar bu günlə ilgili və qarşı tərəfdə, yəni Fars mərkəzidə baxanda elitəyə? Deməli, bilirsiniz Səhət bəy, bu dediyinizə mən tamamilə qatılıram. Yəni o farsların mənzuru misal gətirirlər, deyirlər Azərbaycanın qurtuluş günü. 21 Azər Azərbaycanın qurtuluş günüydü. Mən əvvəldə də işarə elədim. Bəlkə bu bir illik hökumət olmasaydı, biz bu günə kimi dağılıb getmişdik. Bu milli hökumət, indi onlar
21 Azər 1946-nı Azərbaycan Qurtuluş Günü adlandırırlar. Ancaq real baxdıqda 1945-ci il Azərbaycanın Qurtuluş Günüydü. Çünki bizi doğrudan qurtardı. Bizi ölüm təhlükəsindən qurtardı və bizi gələn bu 10 illərə bizə bir impuls verdi. Bizə necə deyirlər, bir güc verdi. Bizə şəxsiyyətlər yetişdi bu illər ərzində. Tehran rejimi bunların hamısını qırıb, öldürüb aradan apara bilmədi. Bunların bir böyük hissəsi var idi. Yəni mənim nəslim bunlarla əlaqədə olmuşduq ki, evlərdə kitablar var idi, getdikdə məsələn çıxadıb necə deyirlər, oxunurdu. Bunlar hamısını tapıb yandıra bilməmişdilər. Ona görə də mən də bu günü Azərbaycan, Ruz-i Nəcat-ı Azərbaycan bilirəm, ancaq 1945-i. Qaldı ki, bugünkü vəziyyətimizə mən təəssüflə deməliyəm ki, yəni mən belə inanıram ki, bugün bizim vəziyyətimiz heç də yaxşı deyil. Yəni siyasi cəhətdən, təşkilati cəhətdən, xaricdə olan diaspora, daxildə mən çox danışa bilmirəm, çünki daxildən xəbərim yoxdur. Mən 40 ilə yaxındır daxildə olmamışam, Təbrizdə olmamışam, Güney Azərbaycanda olmamışam. Ona görə o haqda danışa bilmirəm orada nə etmək olar. Ancaq bilirəm ki, biz xaricdə, yəni qərb dünyasında biz bir milyonluq bir toplumuq. Bu milyonluq toplumunun da bir böyük hissəsi ziyalılar, akademik insanlar, oxumuş insanlar, təcrübəli insanlardır. Bu milyonluq insanların, necə deyirlər, bu imkanlarından Azərbaycan yolunda məncə biz 1000-də 1 də hətta istifadə edə bilmirik. Bu bizim zəifimizdir. Düzdür ki, düşmən bizə qarşı çoxlu fəaliyyətlər edir. Bizim müxaliflərimiz, bizim rəqiblərimiz, bizim düşmənlərimiz bir çox yerlərə, əsas yerlərə nüfuz eləyə biliblər. İnsanlar orada vardı, fəaliyyət edirlər, əlaqə yaradıblar. Biz bu işi görməmişik. Bilmirəm, bizim azından xaricdə belə bir fikir yaranıbdır ki, güya Azərbaycan yolunda fəaliyyət eləmək, məsələn, düzgün iş deyil. Hətta o dərnəklər, o federasyonlar, o konfederasyonlar, o konqrələr ki, bir zaman güclü fəaliyyət edirdi. Ancaq bugün bizim ehtiyacımız ondan qat-qat daha artıqdır. Fəaliyyətlərin sayı inanılmaz dərəcədə azalıbdır. Media sahəsində media bizə bir böyük bir nemət idi. Yəni media bütün dünya üçün bir nemət sayılırdı. Amma bütün dünyanın bu, necə deyirlər, bu modern media yaranmadan da qabaq onların dövlətləri vardı, məktəb mədrəsələri vardı, radio, televiziya. Bizim heç nəyimiz yox idi. Bugün onlarda olan bu media bizim də ixtiyarımızda vardı. Biz bunlardan istifadə eləyə bilməmişik bugünə kimin və mən ona görə də bilim ki, sizdən təşəkkür edirəm ki, bu təşəbbüsü irəli sürübsüz və bu proqramı qoyubsuz və əlbəttə başqa yerlərdə də bunun getbə-get sayı çoxalır, yəni bu mediaların sayı çoxalır. Ancaq yetərli deyil. Yəni biz unutmayaq ki, biz 30-40 milyonluq bir millətin nümayəndəsiyik. Ancaq eləyə bilmirik ki, məsələn bir 4 milyonluq bir Kürdün fəaliyyətinin ondan birini, hətta 100-dən biri qədər biz fəaliyyət görsədək. Bunların nədənləri vardı. Bunun da nədənləri çoxdur. Ancaq bir dənəsi rejimin, necə deyirlər, o fəaliyyətidir bizim içərimizdə. Çünki bizim mərkəziyyətimiz yoxdur. Rejim nüfuz eləyə bilir. Bəzən baxırsan fəaliyyətlərdə bizim o təmiz insanlarımız kiçik bir bəhanələrlə fəaliyyətlərlə, həmkarlıqlarına son qoyurlar və bir-birləri ilə düşmənçəliyə çevrilir. Bunlar hamısı əl-ələ veribdir və mən dediyim kimi bugünkü vəziyyətimizdən, təşkilati, siyasi, media sahəsində fəaliyyətimizdən əlbəttə razı olmaq olmaz bugün. Ona görə də ancaq başlanıbdır, bunu deyim ki, başlanıbdır, bir çoxlu sahələrdə fəaliyyətimiz biz yeni başlanıbdır. Ümidvaram ki, davam tapsın və getbə-get genişlənsin bu fəaliyyətlər. Çox sağ olun, aydındır. Hər halda biz sualımız yəni İranın demək olar ki, və Güney Azərbaycan Milli Hərəkatının son durumu ilə ilgili idi ki, bu haqda qarşı tərəfdə olduğumuz Fars opozisyonla
hansı nöqtədəyik? Yəni bu gün Cüneyd Azərbaycan bir əlində bir tarixi, bir məşru bir hökuməti təcrübəsi var, yaşanıb və demək olar ki, bu günümüzdə gəldiyimizdə fars opozisiyonu bizə yəni öz dilləri də desək vədi sərxərmən verməkdədir. Yəni baxmayaraq ki, biz bunu hakimiyyətdə 74 il öncə bunu əldə etmişik. Bu gün hansı nöqtədə və hansı nöqtədən söhbətə başlamalıyıq? Ancaq burada həm mən Pişəvərinin o məktubun idarəsi sizdən soruşmaqda və Pişəvəri, yəni Azərbaycan Milli Hökumətinin Tehranla anlaşmasının maddələrinin təvafuqunu danışmaqda söhbət bundan gedir ki, biz bu gün hansı nöqtədə durmuşuq, onlar hansı nöqtədən bizə baxırlar. Bu haqda istəyirəm söhbətlərinizi eşidəm. Bilirsiniz, mən bir daha təkrar edirəm. Təəssüflə, çox təəssüflə bizim fars opozisiyonunun arasında bir sədaqətli dostumuz yoxdur. Biz neçə ay bundan öncə bir yazılı səs buraxdılar eşiyə. Burada müxalifət daxildə olan və xaricdə olan, yəni Şahın oğlundan tutmuş ta bir çoxlu o daxildə olan o tanınmış faallar, xaricdə olan tanınmış faallar bir xüsusi bir iclas qurmuşdular və gələcəkdə İranda necə, nə olmalıdır, bu haqda danışırdılar. Əlbəttə, içərisində bu milli etniklərin də nümayəndələri güya var idi. Bunun səsi, bu səsinə mən bir neçə dəfə qulaq asdım. O çox maraqlıdır, yəni istəsək doğrudan bunların mahiyyətinə, necə deyirlər, tanıyaq. Bir də bu kasetə qulaq asmaq yetirər. Orada bunlar bizə söz verirlər ki, yəni imzalırlar, o yaratdıqları birlikdə imzalırlar ki, Azərbaycanlılar və o biri İranda o qeyri-fars millətlərin hamısının haqqı olacaqlar, öz ana dillərində məktəb mədrəsələri olsun. Çünki orada bir ixtilaf, bir söhbət bundan gedir ki, aya icazə verək bunlar ana dillərində həftədə 1-2 saatda ana dildə oxusunlar, ya bunların icazələri olsun ki, ana dillərində o 1-ci sinifdən tutmuş ta universitetəyə qədər öz ana dillərində tədris eləsinlər və fars dilini onun kənarında oxusunlar. Bunlar danışığa gələndə, kağız üstünə hətta gələndə, imza atmağa gələndə bunlar orada qəbul edirlər ki, yaxşı ki, biz bunlara o ən son haqqı verək ki, bunlar eləyə bilsinlər, dediyim kimi, 1-ci sinifdən öz ana dillərində oxusunlar. Ancaq danışığa gələndə bunların hamısı eyni sözü deyir. Orada bir iddəki müxalifət edir, yəni müxalifət eləyəndə o Bəluçun nümayəndəsidir ki, belə elə, ya o birilər, o panfarslar ki, müxalifət edirlər, dönüb ola deyirlər ki, siz buraxın, icazə verin, belə olsun. Biz düzdür burada imzalayırıq ki, siz ana dilinizdə 1-ci sinifdən ana dilinizdə oxuya bilərsiniz. Amma bu iş olmayacaq. Biz elə şərait yaradacaq ki, bunların heç biri özləri, necə deyirlər, könüllü olaraq ana dilində oxumaq istəməsinlər. Yəni, fars opozisiyonunu, İran opozisiyonunu ümumiyyətlə o necə deyirlər, mərkəzgərə deyilən opozisiyonu 2 yerə bölmək olar. Birinci bölüm deyir ki, biz sizin haqlarınızı verməyəcəyik, yəni milli, mədəni haqlarınızı qəbul eləmirik, iş başına da gəlsək verməyəcəyik və əksinə təhdid edirlər ki, bugünkü faalları da tutub hətta məhkəməyə verəcəyik. İkinci hissə deyir ki, yox, biz bunu verəcəyik. Ancaq ikisi də, o birincisi düz deyir. Birincisi heç olmasa etiraf edir ki, bu gəldikdə nə təkcə verməyəcək, heç bəlkə o qalıb qulan o ana dilimizi də aradan aparacaq və bu 5-10 nəfər faallarda ki, cürət eləmiş olsa ora qayıtsınlar bunların sisteminə, onları da tutub türməyə qatacaq, məhkəməyə verəcək və mücazat elətdirəcək. Xülasə, bunların bu vədələrinə inanmaq məncə o, üzr istəyirəm, axmaqlığın son dərəcəsidir. Çünki bunlar açıq-aşkar göstəriblər ki, bu haqqı verməyəcəklər. Söhbət buradan getmir ki, indi nə imzalırlar, o anayasada nə yazıblar, o necə deyirlər, o partiya əsasnamələrində nə yazırlar.
bunların o əsasnamələrinə baxsaq, bunları heç zaman bu günə kimi rədd eləməyiblər ki, qeyri-fars millətlər ana dillərində yazıb oxumaq haqları olmayacaq və ya məşrutiyyə anayasasında, qanun əsasında təkid olunubdur ki, hər millət öz dilində, öz ana dilində məktəb, mədrəsə görməlidir və eləcə də mediası olmalıdır və idarələri, məhkəmələri, nələri öz ana dilində olmalıdır. Eynən bu sözü, bu qolu qərarı bunlar bu Cümhuri İslaminin qanunu əsasında, anayasasında da buna təkid ediblər. Və bütün bu partiyalar, siz hətta getsəz o pan-İranist partiyası var İranda, onun da əsasnaməsinə baxsaz, onlar da hətta orada yazıblar verəcək. Amma bunlara inanmaq dediyim kimin o düşmənin necə elə qonşunun ümidinə qalmalıdır. Qonşu da nanəcib qonşu olduğu üçün məncə o ümidə qalmamalıyıq və bu sözlərə inanmamalıyıq. O günə kimin ki bizim gücümüz olmayıb, o günə kimin ki bizim təşkilatlarımız, bizim milli təşkilatlarımız, bizim xalq təşkilatlarımız olmayıb və bir mərkəziyyət yaranmayıb və düşmən bizim gücümüzü görməyib, nə düşmən hətta dost da bizim haqlarımızı verməkdə çəkinəcək. Ona görə də ya doğrudan haqqımızı istəyiriksə, birinci Fars təşkilatlarında yox, bəlkə öz milli təşkilatlarında gücləndirməliyik, yaratmalıyıq, genişləndirməliyik fəaliyyətlərimizi və necə deyirlər, əlimizə silah yox, bəlkə bizim silahımız millətimizdir. Bizim bu milyon millətimizdir. Necə deyirlər, Farsın o faşist partiyaları da, müxalifəti də görsə ki, bunun milyon millət durub bunun arxasında, ağıllı, necə deyirlər, rəhbərlər durub bunun önündə, o zaman bunlar bizim haqqımızı məcbur olacaqlar versinlər. Amma məcbur olmasalar heç zaman verməyəcəklər. Mən buna inanıram. Aydındır. Çox sağ olun Həbib bəy. Təbiətən çalışdıq ki, həm milli hökumətimizdən bu günümüzə bir körpü qulaq və bu körpüdən tarixi sürəcin içərisində təcrübələrdən və nöqsanlardan söhbət edək. Sağ olun bizim dəvətimizi qəbul etdiyiniz üçün və bu proqrama qatıldığınız üçün. Son söhbətlərinizi sizdən eşidək. Siz də sağ olun ki, məni dəvət eləmişdiniz. Mən bu il çox razı oldum. Yəni, mən bildiyiniz kimi uzun illərdir bu Azərbaycan yolunda fəaliyyət eləmişəm və 21 Azər də bizim dönüş nöqtəmiz olubdur. Ancaq bu il mən birinci dəfədir ki, samballı məqalələr gördüm, çox şeylər öyrəndim. Xüsusilə bizim gənc nəsillərimiz tərəfindən başqa perspektivlərdən, başqa zaviyələrdən məsələyə baxıb gözəl analizlər gördüm. Və bir çoxlu yerlərdə gördüm ki, tədbirlər gedir bu haqda. Daxildə bu imkan yoxdur, ancaq xaricdə, mən bir daha deyirəm, mən xaricdən danışıram. Xaric təhcə xaricə xaric kimi baxmayaq. Xaricin bir pis bir, necə deyərlər, imeci var İranda, daxildə. O da o şah zamanından qalıb. Ancaq unutmayaq ki, şah zamanı xaricdə bir 50-60 min nəfər bizim universitet tələbələrimiz var idi. Bu gün isə bizim azından bir 2 milyon bizim ziyalı insanlarımız yaşayır. Ümidvaram ki, bizim xaricdəki Azərbaycanlılar eləyə bilsinlər, vahid bir dənə bir, necə deyərlər, mərkəziyyət, vahid burada bir, necə deyərlər, çətir təşkilatı deyərlər Almaniyada. Bir çətir təşkilat, bir çətir olsun, bu çətirin hamı yığışa bilsin bu çətirin altına. Hərə öz fikri ilə, hərə öz ideolojisi ilə, hərə öz düşüncəsi ilə. Ancaq bu tarixi günlərdə, tarixi bu hadisələr olanda o zaman hamımız bir səslə və vahid bir, necə deyərlər, səslə meydana çıxaq və ixtilaflarımızı, o mühüm olmayan ixtilaflarımızı, bu mənim əsas sözümdür xaricdə olan Azərbaycanlılara. Dostlar, kiçik o ixtilaflara görə bu əsas biz, necə deyərlər, o varlığımızı qurban eləmişik. Biz əgər bu günə kimi müvəffəq olmamışıq böyük tarixi, yəni böyük işlər görək, məsələn, kütlər kimi o böyük mediamız olsun, ya eləyə bilək Avropa parlamentlərində bizim insanlarımız olsun,
təkcə buna görədir ki, buna görə deyil ki, bizim bilmirəm, ideoloji ixtilafımız var. İdeoloji bir şey yoxdur. Yəni ideolojilər o zamanlar qutarıb gedib. Bizim İslam ideolojisi idi, aradan gedibdi. Kommunizm idi, onun dövrəsi qurtulubdu. İdeolojik ixtilafımız yoxdur. İxtilafımız bir böyük hissəsi, 90%-dən çoxu səliqə ixtilaflarıdır və şəxsi ixtilaflardır. Ancaq əgər millətimizin, necə deyirlər, taleyinə inanırıqsa, bu millətimizin gələcəyini bu şəxsi səliqələrimizə qurban verməyək, bunu əl-ələ verək və eləyə bilək bir ortam yaradaq ki, sabah bir böyük hadisə olsa, biz də onun qabağında reaksiya verək. Mən də təşəkkür edirəm bir daha sizdən, sizə uğurlar arzuluram. Ümidvaram ki, davamlı olsun yolunuz və bütün Azərbaycan millətinə, dünyanın hər yerindəki varlılar hamısına baş əyirəm və millətimizə azadlıq və dünya millətlərinin hamısına sülh, barış arzusuyla. Sağ olun. Çox sağ olun. Biz də sizə təşəkkür edirik. Dəyərli izləyicilər və tamaşaçılar, çox sağ olun ki, bizi səbirlə, diqqətlə izlədiniz. Xatırlamalıyam ki, bugünkü canlı proqramımız Facebook və YouTube vasitəsilə yayınlanır. Maalesef Instagram vasitəsilə bir para reportlardan dolayı, Instagramda olan problemdən dolayı bu canlı yayın Instagramla yayılmır. O da hər halda önümüzdəki günlər onu bərtərəf etməyə çalışacaq. Bir daha çalışdıq ki, bugünkü proqramımızda və daha öncəki proqramımızda Güney Azərbaycan Milli Hökumətinin haqqında danışaq və təbiətən əsas ana hədəfimiz də buydu ki, Azərbaycan Milli Hökumətindən bu günümüzə nə təcrübələr var, nə müəllifələr qalıb, hansı təcrübələrindən bugün Azərbaycan Milli Hərəkətində istifadə etmək olar. Baxmayaraq ki, burada çeşidli qonaqlarımız da olsa, təbiətən bu qonaqlar siyasi təşkilata bağlı olduqları olsa da, ya müstəqil də olsalar, öz fikirlərin burada bağımsızcasına danışmaqdan yanadırlar və bu danışdıq söhbətlərdə olan şəxsi fikirləri ola bilər. Bir daha sizlərə təşəkkür edirik və bir dahaki canlı yayınlara sağ və səlamət qalın.